خونه ما دوره دوره İran, پشت کوها cənub qonşumuz, həm yaxınımız, həm uzağımız, həm doğmamız, həm ögəyimiz. Son 2 həftədə tək bizim yox, bütün dünyanın dilində olan mövzu İran. Bəs necə oldu ki, bu ölkə bu günə düşdü? İranı niyə təcrid etdilər? İslam inqilabı niyə ölkəni tənəzzülə sürüklədi? Hakim rejimin Amerika və İsrail nifrətinin kökündə nə yatır? Hər şey başqa cür ola bilərdimi? Elə sonuncu sualın qısa cavabı təsdiqləyicidir. Bəli, İran başqa cür inkişaf edə bilərdi. Etməli idi də. Bircə həlledici fiqur olmasaydı. Ruhullah Xomeyni. Gəlin biraz İslam inqilabına gətirən tarixi dönəmə geri qayıdaq. Mən özüm tarixnadır kitabı yazına qədər. 1960-cı illər Avropada sol anti-imperialist, pasifist, feminist, neomarksist hərəkatlarının tüğyan etdiyi bir dönəmdir. Almaniyada Frankfurt məktəbi neomarksist, repressiv tolerantlıq nəzəriyyəsini təqdim edir. Fransada Sartre varoluşçu konsepsiyanın sol cinahını gücləndirir. Onun məşuqəsi Simone de Beauvoir feminizmin ikinci dalğasının bayrağını qaldırırdı. Hippi hərəkatı isə seks, uyuşturucu və rock'n'roll şüarı ilə orgiyalara bürünmüşdü. Bu qalmaqallı mühitin içində bir sakit Paris Universiteti tələbəsi də var. O bütün baş verənləri izləyir, Sartre'la fəlsəfi söhbətlər edir, Əlcəzairin Fransa müstəmləkəliyindən azad olunması uğrunda mübarizə aparan FLN təşkilatı ilə əməkdaşlıq edir. Eyni zamanda da alkohollu, eş-işrətli məclislərə dəvətlərdən nəzakətli şəkildə imtina edirdi. Çünki o bir İranlı şiədir və öz ölkəsinin taleyini müəyyənləşdirəcək fəlsəfi konsepsiyanın müəllifi olacaqdı. Əli Şəriəti. O, fəlsəfi əsaslarını formalaşdırdığı İslam inqilabını görməyəcək. İnqilabdan 2 il əvvəl 43 yaşlı Şəriətinin meyiti İngiltərədə kirayələdiyi mənzildə tapılacaq. Rəsmi ölüm səbəbi ürək tutması, qeyri-rəsmi isə şahın gizli xidməti olan Savakın əməliyyatı. Şəriətini Dəməşqdə, İmam Əlinin qızı Həzrəti Zeynəbin yanında dəfn edəcəklər. Onun fəlsəfi baxışları isə sosial partlayışa hamilə olan vətəni İranda İslam inqilabının əsas fəlsəfi ideyasına çevriləcək. Şəriətinin konsepsiyası solun sosial ədalət prinsiplərini şiəliyin konservativ inqilabçılığı ilə cəlb etmişdir. Əslində ortodoksal İslama müxalif olan şiə ideologiyasının təməlində də sola meyil var. Şəriəti İranda 500 ildir ki, əsas dini doqmaya çevrilmiş şiəliyi inkar edərək onu qara və ya səfəvi şiəliyi adlandırırdı. Onun fikrincə qara şiəlik matəm dinidir, gerilikçidir, insanı itaətə və yerində saymağa səsləyir. Onun əksi isə qırmızı şiəlik və ya Ələvi şiəliyidir. Qırmızı şiəlik əzadarlıq, özünü qurban və tərəqqi ideyasıdır. İnkişaf və tərəqqi qırmızı şiəlikdədir. Qırmızı şiəliyin mərkəzi elementi tövhiddir, yəni Allahın birliyi. Bunun antitezisi isə şirkdir, yəni ilaha şərik qoşmaq. Tövhid birləşdiricidir, ahəngdir. Şirk isə dağıdıcı və qeyri-müntəzəm. O, qırmızı şiəliyi nəinki vətəni İran, həmçinin bütün dünya, bütün bəşər üçün yeganə nicat yolu kimi görür. Fəlsəfi fikirlərinin mərkəzi idioması kimi şiəliyi görsə də, şəriəti sosialistik təməllər üzərində dayanan dünyavi dövlət quruluşu tərəfdarı idi. Belə, yəni İslamdan olan marksist. Ədalətli dini liderlər isə bu dövlətdə önəmli, amma məsləhətçi funksiyaları daşımalı idilər. Din xadimləri hökumətə məsləhətlər verməli, amma bilavasitə idarə etməyə qarışmamalıydılar. İranda isə 1963-cü ildə Məhəmməd Rıza Şah Pəhləvinin Bəyaz İnqilabı elan edilmiş, industrializasiya və modernizasiya islahatları başlamışdı. Ölkəyə yeni qərb texnologiyaları gətirdi, aqrar islahatlar aparıldı, savadsızlığa qarşı mübarizə gücləndirildi. Amma bütün bunlar daha çox qərb mütəxəssislərinin iştirakı ilə gedirdi. Yerli cəmaata isə ikinci sort münasibəti göstərilirdi. Tehranda və başqa böyük şəhərlərdə yalnız qərblilərə xidmət göstərən iaşə müəssisələrinə yerli cəmaatı buraxmırdılar. Ən gəlirli vəzifələrdə İngilis, Amerikan mütəxəssislər çalışırdı. İsraillə münasibətlər inkişaf etdirilirdi.
Əslində bunu yalnız şahın rəiyyətinə yuxarıdan aşağı baxması ilə bağlamaq ədalətsiz olardı. İş orasındadır ki, bundan 10 il əvvəl elə həmin Məhəmməd Rza Şah sosial ədalət sistemi qurmağa cəhd göstərmişdi. Xalq arasında çox sevilən bir şəxsi Musaddiqi baş nazir təyin etmiş və insanların rifahını təmin edəcək sosial islahatlara yaşıl işıq yandırmışdı. Ölkənin təbii sərvətləri qərb şirkətlərinin əlindən alınaraq milliləşdirilmiş, müxtəlif sosial proqramlar həyata keçirilmişdi. Bu isə ABŞ və İngiltərənin az qala şahı devirməsi ilə nəticələndi. Bundan sonra hesabını götürən şah qərblə dost olmaq yolunu tutdu. Arayış üçün deyim ki, Azərbaycanda da əsas xarici operatoru olan BP İngiltərə şirkəti olsa da, şah dönəmi İranında İran neftinin hesabına yaranmışdı. Bundan başqa şah sekulyardır, dünyavidir, dindən uzaqdır. Eyni zamanda Hitlerin və Atatürkün heyranı olan atası Rza Şah kimi o da şiəliyə yox, İslamdan əvvəlki Əhəməni dönəminin ideallarına inanır. Dindarlar sıxışdırılır, həbsə atılır, ölkədən qovulurdu. Bütün bunlar və bundan başqa 1941-ci ildə İranın Britaniya və SSR tərəfindən işğalını unutmayan İranlılarda qərb imperializminə qarşı nifrət güclənməkdə idi. Amma onu da unutmayaq ki, son 500 ildə İran şiəlik xəmrində yoğrulub. Xalq Əhəməni dönəmi atəşpərəstliyindən bircə Novruz bayramını qeyd edir, onu da çox vaxt heç mahiyyətini anlamadan. Təsadüfi deyil ki, belə bir şəraitdə şahın bəyaz inqilabına etiraz məhz şiə dindar kəsimdən gəldi. Həmin Ruhullah Xomeynidən. O şahı açıq şəkildə Amerikaya satılmaqda ittiham edir və hətta bir xütbəsində Yezidə bənzədir. Bundan sonra həbs olunur. Xomeyninin həbsi İranda böyük ixtişaşlara və etiraz dalğasına səbəb olur. Nəticədə 400 nəfər həyatını itirir. Xomeyninin ziyadə populyarlığı və Qərbin gözündə barbar görünməmək istəyi şahı Xomeynini edam etdirmək fikrindən çəkindirir. Burada bir incə, amma vacib məqam var. İş orasındadır ki, zamanın şah konstitusiyasına görə mərcə titulu olan din adamını edam etmək qadağandır. Mərcə şiəlikdə ən yüksək, nümunəvi dini xadim məqamıdır. Burada sözün kökü mərc yox, mərcidir, mərcə. Yəni mərkəz, istinad nöqtəsi. Mərci məqamı olan şəxs təqlidə layiqdir. Yəni hamı özünü ona bənzətməyə çalışmalıdır. Mərci təqlid anlamı da buradan gəlir. Xomeyni həbs olunan zaman onun mərci titulu yox idi. Amma zamanın böyük ayətullası, özü mərci təqlid olan Kazım şəriətmədarı Xomeynini müdafiəyə qalxır. O deyir ki, Xomeyninin edamı qanuna ziddir. Çünki o mərcidir. Dövlət ittihamçısı ondan soruşanda ki, bəs bu iddianın əsası nədir? Şəriətmədarı deyir ki, mən Ayətullah Şəriətmədarı və daha 2 Ayətullah Xomeynini mərcə kimi tanıyır və onu təqlid edirik. Bu arqumentin qarşısında aciz qalan şah edamı sürgünlə əvəzləyərək Xomeynini ölkədən qovur. Beləliklə Şəriətmədarı Xomeynini ölümün bir addımlığından xilas edir. Şəriətmədarını unutmayın. Ona biz birazdan hələ qayıdacağıq. Bircə onu deyim ki, şəriəti və şəriətmədarı fərqli insanlardır. Beləliklə şahın bəyaz inqilabı ölkəni modernləşdirsə də, xalqı özündən küstürür. 15 illik mühacir həyatı yaşayan Xomeyni isə bu küskünlük və narazılıqdan qidalanaraq nüfuzunu daha da artırır. Onun audiokasetlərə yazılmış xütbələri İranda əldən ələ gəzir. Hətta şahın yaxın ətrafında belə Xomeyniyə rəğbət göstərənlərin sayı gündən-günə artır. 1977-ci ilin payızında İranda şaha qarşı nümayişlər başlayır. Ana müxalifət lideri İraqın Nəcəf şəhərində oturub şaha meydan oxuyan Xomeynidir. Amma etirazlarda iştirak edən kütlə yalnız onun davamçılarından ibarət deyil. Orada müxtəlif yönlü İslamçı kəsimlə yanaşı sosialist, kommunist, marksist, yarımanarxist, respublikaçı, milli azadlıq hərəkatları nümayəndələri, federalistlər və bir sözlə ağla gələ biləcək hər cür qruplaşmalar var. Məqsəd isə birdir, şahı devirmək. Ekspertlər və tarixçilər arasında belə oturuşmuş bir fikir var ki, İnqilabın əsas aparıcı qüvvələrindən biri olan solçular əslində dindarları qabağa verib onların əli ilə inqilabı reallaşdırmaq, sonra isə hakimiyyəti onların əlindən almağı planlaşdırırdılar. Ola bilər ki, sol kəsimin içində belə fikirdə olanlar da var idi. Amma hakimiyyətə məhz Xomeyninin gəlməsini dəstəkləyən solçular da az deyildi. Çünki Xomeyni öz xütbələrində sosial ədalət və
sosial rifahdan daim danışırdı. Onun dindar olması isə bir çox solçu üçün tamamilə qəbul olunan idi. Çünki Əli şəriətinin qırmızı şiəlik konsepsiyası faktiki olaraq İran mentalitetinə uyğun olan sosialistik dövlət modelini təklif edirdi. Xomeyninin yaxın çevrəsində əksəriyyət şəriətici idi. Elə Ayətullahın öz fikirləri də qırmızı şiəlik konsepsiyası ilə çox uzlaşırdı. 1978-ci ilin avqustunda Abadan şəhərində Cinema Rex kinoteatrında yanğın baş verir. Nəticədə 400-dən çox insan həlak olur. Yanğını islamçılar törətsə də, cəmaət arasında şaya buraxırlar ki, bunu edən şahın gizli xidməti Savaqdır. Savaq həqiqətən də dəhşətli təşkilat idi. Qətl və təxribat törətməkdə onların tayı bərabəri yox idi. Savaqın işgəncə üsulları arasında Gestapo və SS-in heç ağlına belə gəlməyə biləcək qəddarlıqlar var idi. Məsələn, onlar bəzi siyasi fəalları diri-diri kəllə qutusunu deşərək ora elektrod salıb cərəyan verirdilər. Ona görə də Savaqın bu cür qətliamı törətməsi hamı üçün ağlabatan idi. Bir ay sonra isə 8 sentyabr cümə günü Tehranın Caleh meydanında şahın qvardiyası etirazçılara atəş açır. 64 nəfər öldürülür. Bu hadisə tarixə Cümə-i Siyah, qara cümə kimi düşüb. Bütün bunlar və ağırlaşan səhhəti səbəbilə iş orasındadır ki, 74-cü ildə şahda xroniki leykemiya, yəni qan xərçəngi aşkar edilmişdi. Beləliklə o 1979-cu ilin 16 fevralında ölkədən qaçır. Hakimiyyəti isə keçici instansiya olan Şurə-i Səltənətə, yəni Səltənət Şurasına və müxalifətdən olan baş nazir Şapur Bəxtiyara ötürür. Bir daha deyim ki, 1979-cu ildə şaha qarşı olan qüvvələrin mütləq əksəriyyətinin favorit namizədi Ruhullah Xomeyni idi. Ona görə də Bəxtiyar təcili şəkildə il yarım əvvəl İraqdan Fransaya qaçmış Xomeynini İrana dəvət edir. Bununla da İmam Xomeyni 1979-cu ilin 1 fevralında məşhur Air France təyyarəsi ilə Tehranın Mehrabad hava limanına enir. Maraqlıdır ki, hava limanında ona ilk sual vermək şansı Amerikan jurnalist Peter Jenningsə qismət olur. O, Xomeyninin 15 illik mühacirət həyatından sonra vətənə dönməsi barədə nə düşündüyünü soruşur. Xomeyni isə bir sözlə cavab verir: heç. Küçələrdə isə yeni Messiyanı milyonlarla insan salamlayır. Bəxtiyar ümid edirdi ki, Xomeyni şəriətinin təsvir etdiyi kimi adil və hörmətli dini lider kimi nüfuzlu müşavir olacaq. İcra hakimiyyəti isə baş nazir olaraq onun əlində qalacaq. Amma Xomeyninin başqa planları var idi. O ilk çıxışındaca Bəxtiyarın hökumətini qeyri-qanuni elan edir və səltənətin tamamilə buraxılmasını tələb edir. Bəxtiyar vəzifəsindən istefa verir və Fransaya qaçır. Xomeyni isə cəmi 10 gün ərzində hakimiyyətin bütün qollarını ələ alaraq ölkə üzərində mütləq iqtidarını bərqərar edir. Bu dönəm İran tarixinə Dahi-i Fəcr, yəni intibahın 10 günü olaraq düşür. Xomeyni inqilabını dəstəkləyən qərb liberalları, həmçinin İrandakı solçular və digər antiroyalist kəsim düşünürdü ki, nəticədə qurulacaq hökumətdə Xomeyninin rolu ədalətli və hörmətli müşavir qismində olacaq. Şiəli əsas din olaraq qalacaq, dövləti isə dünyavi hökumət idarə edəcək. Xomeyni isə elan etdiyi vilayət-i fəqih sistemi ilə bütün bu illüziyaları alt-üst etdi. Nədir vilayət-i fəqih sistemi? Şiəlikdə qeybə çəkilmiş 12-ci İmam Mehdinin bir gün qayıdacağı, Dəccalla müharibə edib ona qalib gələcəyi və əbədi, ədalətli dünya quracağı gözləntisi var. Xomeyni iddia edir ki, o günədək ölkələr İslam hüququna hakim olan fəqihlərin qəyyumluğunda olmalıdır. İslam hüququ fiqh adlanır. Fəqih isə fiqh elminə yiyələnmiş şəxsdir. Beləliklə, fəqih ölkənin valisi, yəni qəyyumu olur. İnqilab sonrası İranda da ən mötəbər fəqih kimdir? Əlbəttə ki, Ruhullah Xomeyni. Əslində, formal olaraq bu sistem şəriətinin təklif etdiyi dövlət modelinə zidd deyil. Xomeyninin qurduğu dövlətdə rəis-i cümhur, yəni prezident vəzifəsi də var. Onu xalq seçir. Formal olaraq ona müxalifət də mümkündür. Bircə fərq var. Fəqih və ya ali dini lider bu sistemdə məsləhətçi yox, qərarverici funksiya yerinə yetirir. Bu, faktiki olaraq dini diktaturanın elanı deməkdir.
Məhz bu addım indiyə qədər Xomeynini dəstəkləyən həm qərb liberallarını, həm də yerli solçuları ondan döndərir. Amma yalnız onları deyil, Xomeyninin ətrafında olan, onun hakimiyyətə gəlməsində həlledici rol oynayan nüfuzlu şiə alimləri də bu sistemə etiraz etməyə başlayırlar. Məsələn, Xomeyninin ən yaxın dəstəkçilərindən biri Qumun İmam Cüməsi, Böyük Ayətullah Hüseyn Əli Müntəziri. 1984-cü ildə o hətta Xomeyninin rəsmi vəliəhdi elan edilmişdi. Yəni, Xomeynidən sonra ali dini lider o olacaqdı. Müntəziri öz çıxışlarında deyirdi ki, tədricən çox partiyalı sistemə keçmək lazımdır. Hakimiyyəti dünyavi icra orqanlarına ötürmək və qərblə münasibətləri yaxşılaşdırmaq lazımdır. Bundan başqa o siyasi oponentlərinin edamını da istəyirdi. Xomeyninin yazıcı Salman Rüşdü barədə çıxardığı ölüm fətvasının doğru olmadığını söyləyirdi. Nəticədə 1989-cu ildə onun Ayətullah titulu əlindən alındı və Müntəziri bütün tutduğu vəzifələrindən çıxarıldı. Xomeyniyə qarşı etiraz edənlərdən biri də 1964-cü ildə onu edamdan xilas etmiş Böyük Ayətullah Məhəmməd Kazım Şəriətmədari idi. Bayaq haqqında danışdığımız adam. 1979-cu ildə hakimiyyətə gələr-gəlməz Xomeyni Hizb Cümhuri İslam, yəni İslam Cümhuriyyəti partiyası yaradır. Şəriətmədarinin tərəfdarları isə Təbrizdə buna alternativ Müsəlman Xalq Respublikası partiyasını təsis edirlər. Müntəziri kimi Şəriətmədari də Əli şəriətinin təklif etdiyi dünyavi dövlət modelindən yana idi. O, Xomeyninin sərt və avtoritar idarə üsullarına qarşı çıxırdı. Bundan başqa isə çox vacib məqam Şəriətmədarinin türk olması idi. O, İranda yaşayan etnik azlıqların muxtariyyət hüquqlarının artırılmasının vacibliyini qeyd edirdi. 1980-ci ildə Xomeyninin vilayət-i fəqih sistemini təsbit edən konstitusiya referendumuna etiraz olaraq Kürdlər, Bəluclar və Azərbaycanlılar silahlı mübarizəyə qalxdılar. Xomeyninin cavabı isə İslam düşmənlərinə qarşı cihad elan etmək oldu. Kürdlər və Bəluclar qanına qəltan edildi. Maraqlıdır ki, Təbrizdə qan tökülmədi. Şəriətmədari müqavimətin mənasız olduğunu görüb, tərəfdarlarını silahı yerə qoymağa və mərkəzi hakimiyyətə təslim olmağı irəli sürür. Müqavimətin liderləri həbs olunur. Onlardan bəziləri sonradan edam olunacaqdır. Məhəmməd Kazım Şəriətmədari isə işlərindən uzaqlaşdırılır və ömrünün qalanını ev dustaqlığında keçirir. 1986-cı ildə o, böyrək çatışmazlığından elə ev dustaqlığındaca dünyasını dəyişəcək. Nə bilmək olar, bəlkə Xomeyni inqilabdan sonra ondan gözlənilən ümidləri doğrultsa, həqiqətən şəriəti təklif etdiyi kimi, ədalətli dini müşavir kimi qalsa, İranda dünyavi dövlətin qurulmasına mane olmasa, ölkəni dünyadan təcrid etməsə və ya şəriətmədarinin təklif etdiyi federalizasiyaya getsəydi, indi tamam başqa, daha inkişaf etmiş, firavan və güclü İranla qonşuluq edəcəkdik. Amma bütün bu imkanlar qaçırıldı. Xomeyninin sərt kursu isə ölümündən sonra davamçısı Xamneyi tərəfindən davam etdirildi. Nəticə isə göz qabağında.